İşə müraciət, Gmail, CV haqqında ümumi danışıq aparmaq istəyərdim. İlk növbədə Gmail-ə keçək. Gmail bir çox CV-lərdə gördüyüm kimi adamlar sadəcə olaraq filankəs rəqəmlər, yaxud da ki soyadı rəqəmlər, adı rəqəmlər bu formada mail qəbul edilməzdir. Hal-hazırda Azərbaycan bazarında ola bilər ki, CV-niz əla olsun, sizi götürsünlər, amma böyük düşünmək lazımdır. Ona görə də indidən addım atmaq lazımdır. İndidən addım atmaq üçün, məsəl üçün Elvin Əsgərov, əgər bunu alıblarsa bu domeni, biz Elvin Əsgərov 12 01 0, yəni bir rəqəm əlavə etməklə Gmail, Yahoo maili oluştura bilərik. Bundan sonra mail yazmaq qaydası. Müraciət edəcəyiniz vakansiyanın adını mövzu yerinə əlavə edirsiniz. Planlama mühəndisi, kiçik planlama mühəndisi, planlama üzrə təcrübəçi, hər nədirsə müraciət edəcəyiniz yer, nümunə çəkirəm. Bunları qeyd etdikdən sonra salamlama, body hissəsi. Siz burada özünüzü tanıtın, təcrübələrinizdən yazın və lazımi məlumatları ora daxil edin, amma qısa tutmağa çalışın. Nə etmişsiniz, bu şirkətdə nə edə bilərsiniz. Ondan sonra son end partıda nömrəniz, əlaqə məlumatlarınızı yazsaz və mailinizi təkrar orada belirtmiş olsaz daha əla olar deyə düşünürəm və CV-nizi qeyd edin. CV-niz PDF formatında olmalıdır. Digər formatlar çox HR tərəfindən qəbul edilmir. Hətta mənim özüm də bir neçə iş yerində CV dəyərləndirməsi apardıqda Word və şəkil CV-ləri qəbul etmirəm. Heç baxmıram belə. O baxımdan PDF formada adınız, soyadınız və 001 əlavə etsəniz ilk CV-lərin arasında görünən sizin CV-niz ola bilər. Və bundan sonra mailini artıq göndərə bilərsiniz. Ondan sonra keçirik CV daxilinə. CV daxilində nə etmək olar? CV daxilində artıq özünüzün professional şəkli, valla bir neçə dənə CV-lər görmüşəm. Adamlar restoranda, çöldə, bayırda selfie şəkillərini yerləşdirir CV-yə. Şəkilsiz eləsəniz də olar, bu da qəbul ediləndir. Amma elə şəkillər paylaşmağı tövsiyə edirəm, qeyri-professional görsənir. Bu baxımdan süni zəka alətləri var, fotorum platformu var. Buralara daxil olub da öz şəklinizi professionallaşdıra bilərsiniz. Haqqınızda məlumatlı nə etmişsiniz və qarşı tərəfə, yəni şirkətə nə edəcəksiniz, bu məlumatlarla məlumatı doldurun və dolğun və qısa olsun. Və bunun üçün belə süni zəkadan öz sözlərinizi daha da professional sözlərə çevirəcək şəkildə düzəldə bilərsiniz. Təcrübələri və iş yerlərini sadəcə onları yazıb boş buraxmayın. Gördüyünüz işlər, nələr etmişsiniz və yaxud da ki, həqiqətən də layihə tərkibində nəyisə optimallaşdırıb tez müddətdə əldə olunmasını sağlamışsınızsa, bunu belə qeyd edə bilərsiniz ki, məsəl üçün 1 saat ərzində olunan işi mən 25 dəqiqəyə bu formula ilə bununla elədim, əldə olundu. Belə etməklə siz CV-nizi önə çıxartmış olursunuz, özünüzü satma funksiyasını, türkün məsələ yerinə yetirmiş olursunuz ki, digər namizədlərdən də fərqlənirsiniz. Bununla yanaşı deyərdim ki, həmçinin punktlarla qeyd etdikdən sonra artıq keçirik soft və hard skilllər. Bunun ikisini elə skills deyə qeyd edə bilərsiniz. İlk öncə proqram bacarıqları, AutoCAD, MS Project və digərlərini Excel və yaxud da Excel PowerPoint-ı ayrı-ayrı yoxdur, birbaşa MS Office deyə qeyd edə bilərsiniz. Digər tərəfdən sahədə hansı bacarıqlar tələb olunarsa, onları qeyd etməlisiniz və bacarıqlara hakim olmanız, bacarıqları niyə qeyd etdiyinizi bilməyiniz vacibdir. Teamwork və yaxud da digərləri, teamworkdır, responsibility, bunlar artıq aktual deyil. Digər açar sözlərdən istifadə etməyiniz tövsiyə olunur. AI aləti ilə çox rahatlıqla bunları seçib öyrənib və intervyuda əgər sual ünvanlanarsa, cavabını verməyiniz çox rahat olacaq. Ondan sonra dil bacarıqları. Dil bacarıqlarını bilmədiyiniz dili yazmayın. Əgər rusca az bilirsinizsə, danışmaq səviyyəsində deyilsə, onu orada bildirməyin heç bir xeyri olmayacaq sizə. Əksinə ziyanı olacaq. Sizlə rusca danışmaq istədikdə görəcək ki, rusca bilmirsiniz. Danışıq diliniz B1-dən yuxarıdırsa və danışa bilib özünüzü ifadə edə biləcəksinizsə həmin dili, onu da rahatlıqla qeyd edə bilərsiniz.
Həmçinin keçdiyi maili burada da olduğu kimi qeyd edirsiniz, əlaqə ünvanınızı, yəni nömrəniz olaraq qeyd edin, ancaq ünvan olaraq postal koduna Baku, Azərbaycan postal kodu məsəl üçün 11 və yaxud da ki, sizin postal kodunuz ərazi üzrə nədirsə onu qeyd etməyiniz kifayət edir. Referansınız varsa, həmin təcrübələr qismindən aşağıya doğru referansları qeyd edə bilərsiniz. Referanslar da adı, soyadı, vəzifəsi, nömrəsi, maili şəklində qeyd oluna bilər. Çalışaq şriftləri də eyni formada, rəngləri də eyni formada seçək. Biri böyük, biri balaca olmasın. Başlıqlar eyni şriftdə 11, 12. Punktlar, onların başlıqların altındakı hissələr isə 8, 9 və yaxud da ki, CV-nin ölçüsünə görə seçə bilərsiniz. Ancaq bu şrift ölçüləri eyni olmalıdır. Bu qədər CV haqqında da deyə bilərəm və təcrübəsi çox olan yerlərə də müraciət edib şansınızı yoxlaya bilərsiniz. Heç zaman ümidinizi üzməyin, müraciətlərə davam edin. Elə bil iş axtarma prosesində səhərdən axşama kimi axtarmağa ehtiyac yoxdur. Ya günün əvvəlində, ya da günün sonlarına doğru saytda analizlər edin və CV göndərin şirkətlərə. CV-ni isə həftənin 1-ci gündən 5-ci günə kimi saat 9-dan 6-ya kimi göndərməyiniz tövsiyə olur. Və bəzən olur ki, elə adamlar olub LinkedIn-dən deyir ki, mən birbaşa 6-cı günü, bazar günü göndərmişəm və işə çağırıblar. O da ola bilər. Bəzi HR-lar olur ki, hər gün iş rejimindədirlər və gəlmiş mailləri, gəlmiş zəngləri görürlər. Uyğun namizədi həmin vaxtda götürmüş olurlar. Ancaq yenə də bu 1-ci gündən 5-ci günə kimi saat 9-6 rejimində göndərilməyiniz tövsiyə olunur. Əlavə suallarınız olarsa, şərh yerində bildirə bilərsiniz. Digər mövzular üzrə danışmağa sizin təklifünüzlə davam etmək olar. Mənim də danışacağım bir çox mövzular olacaq bu yöndə. Təşəkkür edirəm dinlədiyiniz üçün.